Bəli, hamıya maraqlıdır ki, mən yaxın günlərdə sevgilim haqqında biraz məlumat vermişdim. Hamıya maraqlıdır sevgilimin adı. Mən istəyirəm onu açıqlayım. İlk dəfə sizdə olacaq. Space mağazində açıqlayacağım. Onun adı biraz da izləmədə qalın. Şaq. Müğənni sevdiyi şəxsə kameramız vasitəsilə sevgi etiraf etdi. Mən buradan onu sevdiyimi etiraf edirəm. Mən onu çox sevirəm. R hərfli şəxsidir, yəni belə deyək. Hələ adını tam açıqlamıram. Ancaq yaxın günlərdə açıqlayacağam adını. Mən səni çox sevirəm. Kəmalənin biznesmen sevgilisi onu elə sevir ki, sahib olduğu sərvətini onun ayaqları altına sərir. Hər zaman mənə böyük hədiyyələr verib. Bu səfər də əminəm ki, mənə böyük hədiyyələr verəcək. Zinət əşyaları olub, yəni belə deyim. O özü bilir ki, mən xoşlayıram biraz bahalı belə. Oliqar stilli xoşlayıram, belə qızıl. Sevirəm. Bəli, hamısı qızıldır. Yeri gəlmişkən, bu qulağımdakiləri mən o alıb. Ad günümdə o alıb. Yox, ad günümdə alıb. Kəmalə Günəşli bir neçə gün bundan əvvəl mən səni müdafiə elədim. Hansı ki, Aygün Kazımovanla səni müqayisə eləyəndə dedin diva mənəm. Elə mən dedim ki, elə diva Kəmalə Günəşlidir. Əzizim, hörmətli qadınlarımız, ən çox bu show biznesdə olan, bu sənətdə, mədəniyyətdə, incəsənətdə, musiqidə olan, bu camiyyədə olan qadınlar danışanda düşünün danışında. Bax, niyə görə mən məcburam Kəmalə Günəşlini buradan müdafiə edim? Danışanda düşünün danışında. Bax, aparıcılar. Fikirləşir ki, sağ olun, mən Kəmalə Günəşliyə necə sual verim? Bilirsiniz necədir? Bu aparıcılar var da, bəziləri. Sizə yuxarıdan aşağı baxırlar. Sizə ələ salsınlar, sizi dolasınlar, sizə kənardan töhmət gətizdirsin suallarla. Siz də belə dolaşıq cavablar verə bilirsiniz, konkret, yuvarlaq cavab verə bilmirsiniz. Bunlar ona görə çalışır ki, sizi ələ salsınlar. Özünüz də görürsünüz də. Bax, niyə şərait yaradırsınız ki, belə aparıcılar sizi ələ salsın, sizə töhmət kənardan gətirsin. Verməyin də, şərait yaratmayın da. Bax, bizim nəyimizə lazımdır? Ay Kəmalə Günəşli, sənin belə 40 dənə sevgilin var. Bax, birinin adı Muraddır, birinin adı Əlidir, birinin adı Vəlidir, birinin nə bilim Pirvəlidir, birinin adı Qoçəlidir. Kimin nəyinə lazım? Bu sənin şəxsi həyatındır da, ay Kəmalə Günəşli. Dünənə qədər mən dedim ki, diva Kəmalə Günəşlidir. Gəlmirsən yenə də burada mənim sevgilim. Əzizim, bilirəm, çoxları deyir ki, biz reytinqa görə belə edirək. Reytinqa görə adam tərbiyəsini, əxlaqını, nə bilim şərəfini, nə bilim nəyini ayaq altına atmaz axı. Etməyin bunu, qadın alım, qurban olum sizə. Böyük övladlarınız var. Bu reytinqa görə yenə də deyirəm, bəzi aparıcılar sizi doluyur. Mənim yanımda bəzi aparıcılar deyir ki, filan kəsi çağırıb dolayacam, ələ salacam. Mən istəmirəm ki, sən və digərləri, bax, belə aparıcılar tərəfindən dolanasınız, ələ salınasınız, təhqir olunasınız. Sənin sevgilin var, özün bilərsən. Kimin neçə dənə sevgilisi var, onun öz həyatıdır. Necə onunla yaşayır, harada yaşayır, hansı sözü deyir, hansı hədiyyəni alır, o onların şəxsi işidir. Etməyin bunu. Bax, sizi görsün nə günə qoyurlar.